videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, açıq qalan 2 maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib. Növbəti addım olaraq Azərbaycanın gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir, Bayramov deyib. Bununla yanaşı Paşinyanın da açıqlamaları olub. İrəvan Azərbaycanın tələbi ilə hazırlanmayan, lakin regional əhəmiyyət daşıyan yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır. Axar Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla görüşündə deyib. Yeni konstitusiya ilə bağlı təklif etdiyim tezis geniş müzakirə olundu və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim olundu. Reallıqda real Ermənistan ideologiyası çərçivəsində o başqa məna daşıyır, baxmayaraq ki, bu şəraitdə mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil, o bildirib.